Ermənistanın İstintaq Komitəsi Qaragöldə Azərbaycan ordusunun irəliləməsinə görə baş qərargah rəisinin keçmiş müavininə cinayət işi açıb. İttihama görə Arşak Karapetyan 2021-ci ilin mayında Ermənistana məxsus olduğu iddia edilən hərbi mövqelərin tərk edilməsi ilə bağlı əsassız qərar verib. İstintaq Komitəsi bildirir ki, həmin il mayın 16-sında erməni əskərləri öz mövqələrindən geri çəkiliblər. Ertəsi gün isə həmin mövqeləri Azərbaycan hərbçiləri tutub və oranı tərk etməkdən imtina eləyiblər. Ermənistan tərəfi Qaragölü Sevliç adlandırır və göl ətrafındakı ərazilərin bir hissəsinin Ermənistanın Sünik rayonuna aid olduğunu iddia eləyir. Azərbaycan isə əksinə Qaragöldə 30 il işğal altında olmuş ərazilər üzərində suverenliyini bərpa etdiyini bildirir. Hazırda xaricdə yaşayan Karapetyan bir neçə gün öncə, noyabrın 9-da sosial şəbəkələrdə Ermənistan hökumətinin korrupsiyaya bulaşdığını, başqalarından asılı olduğunu yazmışdı. 44 günlük müharibənin bitməsinin il dönümü ilə bağlı həmin postunda o Qarabağ məsələsinin qapanmadığını yazmışdı. Karapetyan inqilabdan sonra 3 il baş nazir Paşinyanın müşaviri olub. Hətta Qaragöl hadisələrindən sonra da yüksək vəzifələrə təyinat alıb. Müdafiə nazirinin müavini daha sonra müdafiə naziri olub. Hətta nazir vəzifəsindən çıxarılandan sonra da Paşinyan onu öz silahdaşı adlandırmaqda davam eləyib. Amma bir müddət sonra Karapetyan iddia eləyib ki, vəzifədən məhz sərhəddə Azərbaycan ordusunun irəliləməsini önləmək əmri verdiyi üçün çıxarılıb. Bundan sonra Paşinyan Karapetyanı yalan danışmaqda, onun təbirincə Azərbaycan ordusunun Ermənistan ərazisinə girməsi haqqında onu məlumatlandırmamaqda günahlandırmışdı. Ermənistan hökuməti Karapetyanı qanunsuz sahibkarlıqda da ittiham eləyir. Axtarışda olan Karapetyan keçən ilin dekabrında Moskvada saxlansa da sonradan azad edilmişdi.